Salam hörmətli izləyicilər, bu dəfəki qonağımız hərbi ekspert Rövşən Məhərrəmovdur. Rövşən bəy, xoş gördük. Hoş gördük Səxavət bəy, sizi və dəyərli tamaşaçılarımızı salamlayıram. Təşəkkür edirəm, minnətdarım. Rövşən bəy, bu günləri əsasən Rusiya-Ukrayna müharibəsi və bundan sonra Avropada gedən silahlanma, ümumiyyətlə iddialar var ki, gələcəkdə Rusiya ilə Avropa arasında da müharibənin olmağı. Bu mövzuları sizinlə müzakirə etmək istəyirəm. Birinci başlayaq, Rusiya-Ukrayna müharibəsi hazırda bir şiddətli mərhələsinə keçib və Pokrovsk istiqamətində, Pokrovskin Ruslar tərəfindən götürülməsi ilə bağlı ümumiyyətlə ciddi işlər görür Rusiya tərəfi. Ukrayna tərəfi təbii ki, müqavimət göstərir və istəyir ki, ən azından Pokrovskini qoruyub saxlasın. Bundan əlavə Zaporoj istiqamətində də çox ciddi döyüşlərin getdiyinin şahidiyik və Dnepr vilayətinə də Rusiya tərəfi zərbələr indirməyə başlayıb artıq və onsuz da məlum idi ki, əgər Pokrovsk götürərsə, Rusların növbəti hədəfi Dnepr istiqaməti olacaq. Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsinin hazırki vəziyyəti, Ukraynalıların Flamingo raketlərindən istifadəsi, uzaq Neptun raketlərindən istifadəsi və bu müharibənin gedişatına təsiri ilə bağlı fikirlərinizi alın. Səxavət bəy, ilk növbədə bir daha tamaşaçıları salamlayıram və bilirsiniz ki, son zamanlar Rusiya daha aqressivləşib və hara oldu raketlərlə Kiyevə baxmayaraq, hədəfi seçməyərək və yaxud da ki, bilərəkdən seçərək belə hədəflərə zərbələr indirir və çox vaxtı yaşayış binalarına, hətta bizim səfirliyə də belə bir raketdən biri düşmüşdü. Bu, Rusiya o qədər artıq azğınlaşıb ki, Kiyevə raket zərbəsinə məruz qalması nəticəsində Ukraynada yerləşən səfirliyimizə də ziyan dəymişdi. Bakının haqlı reaksiyasını Rusiyanın bir sıra media orqanları və ekspertləri tərəfindən yenə də yersiz, qərəzli qarşılanır. Yəni, güya günahkar Ukraynanın hava hücumundan müdafiə sistemidir. Azərbaycan isə hadisəyə qədərindən artıq reaksiya verib. Rusiyalı politolog Nikolay Stilayevdir deyəsən də, Səxavət bəy. Biraz da qabağa gedərək bildirir ki, səfirliyin yaxınlığında raket bazası, raket zavodu yerləşir. Hansı ki, səfirliyimizdə mən olmuşam, o rayonda olmuşam. Ümumiyyətlə, o yaxınlarda, ümumiyyətlə, mən hərbi nə baza görmüşəm, nə hərbi hissə görmüşəm, nə zavod görmüşəm. Yəni ki, bu artıq Rusların belə bir açıqlama verməsi, Azərbaycana qarşı qərəzli mövqedə olması göz qabağındadır. Hələ biraz da qabağa gedir, bildirir ki, bu ilk dəfədir belə zərbə. Bilirik ki, bundan əvvəl də Azərbaycan səfirliyi yaxınlığına raket atmış, raketlə zərbə indirmişdilər. Ondan əlavə Sokarın müəssisəsinə zərbə indiriblər, sıradan çıxardıblar. Yəni, Rusiya mediasında fikir yaradırlar ki, güya ki, Azərbaycana qarşı heç bir qərəzləri yoxdur, lakin son paradda Azərbaycanın Pakistanla və Türkiyə ilə birgə Türkiyənin paradda iştirak etmələri əlbəttə ki, Rusiyada biraz da qıcıqlanıb. Azərbaycana qarşı mən güman edirəm və son zamanlar Çin istehsalı olan hava hücumundan müdafiə sistemini əldə etməsi, bilirsiniz ki, o analıqıdır. S-300'lərin, S-400'lərin o hava hücumundan müdafiə raketləri. Yəni, Azərbaycan bu paradda nümayiş etdirdi ki, biz Rusiyasız da keçinə bilərik və digər dövlətlərdən öz müdafiəmiz üçün hava hücumundan müdafiə sistemləri və digər silahlar əldə edə bilərik. Bu, əlbəttə ki, Ruslar bununla barışmaq istəmir və bilərəkdən belə bir raket zərbəsi ilə
Azərbaycanın səfirliyinə ziyan vurub, xidməti maşınlara zərər dəyib, binanın özünə zərər dəyib və haqlı olaraq Azərbaycan tərəfi notu verib Ruslara. Mən başqa sualdır, amma ki mən yeri gəlmişkən bu suala da cavab verim ki, Azərbaycan da haqlı öz etirazını bildirdi. Yəni Aşxabadda görünən budur ki, görüş o qədər də ürək açan deyil. Yəni belə bir Ruslar, biz əlbəttə ki, hər bir halda bizim prezidentimizin tələbləri yerinə yetirildi. Lakin bunu Rusiya qəbul edirmi, yoxsa yox? Görürük ki, hələ də sakitləşmir. Putin hakimiyyəti belə bir addımlar atır. Gəldi Ukrayna müharibəsinə. Ukraynada son zamanlar Pokrovsk istiqamətində ciddi döyüşlər gedir, küçə döyüşləri gedir, pozitiv döyüşlər gedir. Yəni Rusiya böyük tərkibdə qoşun oraya yeridib. Bilirsiniz ki, bugün ayın 15'ine kadar Putin zaman vermişti ki Pokrovsk tam temizlensin. Ona nail olabilmediler. Çoklu sayıda itkiler var her iki taraftan. Yani neyin bahasına olursa olsun Rusya silahlı qüvvələri Pokrovsk'ın ve Pokrovsk etrafını işgal etmeye can atır. Bunu ise Ukrayna'nın silahlı qüvvələri igidliklə mübarizə aparırlar və həmən hücumları dəf edir. Pozitiv bəzi küçə döyüşlərində bəzi ərazilər işğal olunsa da bir neçə müddətdən sonra həmən ərazilər azad olunur, təzədən işğal olunur. Yəni hələ ki belə bir tam şəkildə Pokrovsk'ın işğal olunmasına hələ ki nail olmayıblar və bu mühüm ərazi sayılır. Pokrovsk işğal olunduqdan sonra əlbəttə ki Dnepr istiqamətində hücumlar təzələnə bilər. Dnepr vilayətinə hücumlar ola bilər və ilk növbədə Rusiyanın qarşısında duran tapşırıqlardan biri yəni ki Donetsk vilayətini tam şəkildə Rusiyanın tam şəkildə işğal etməsidir. Bu da ki bilirsiniz ki Rusiya öz iddiasından əl çəkmir. Yəni bu əraziləri işğal etməklə kifayətlənmir. Çalışır ki Ukraynanı düz üstə çöktürsün və öz yəni nə qədər çox olsa o qədər böyük ərazi işğal etsin. Amma 4-cü ildir müharibə gedir. Gördüyümüz kimi bu müddət ərzində yəni ki az bir müddət deyil. Bilirsiniz ki belə bir böyük vətən müharibəsi o vaxtı Alman qoşunlarına qarşı, Almaniyaya qarşı müharibədə 3 il, 4 il ərzində bütün əraziləri işğaldan azad etdi və artıq Almaniya üzərində bilirsiniz ki qələbə çalındı. Amma ki bu günləri Rusiyanın belə çətin şəraitdə müharibə aparması və bilirsiniz ki ilk dəfədir ki Rus milləti belə deyək Ukraynasız müharibə aparır. Yəni ilk dəfədir ki Ukraynasız müharibəyə girib. Yəni belə hallar olub tarixdə ki Ukrayna daim belə deyək elə yaxın 50 ildə 60 ildə belə deyək ki Əfqanistanda müharibədə bütün SSR döyüşürdü, həmçinin Ukraynalar Ruslarla çiyin-çiyinə. Amma bu günləri biz görürük ki Ukrayna ilə Rusiya savaşı daha da geniş miqyasda aparılır. Bu savaşda hələ ki itirən ərazi itirən Ukraynadır.
Amma ki Ruslar da çoxlu sayda itkilər verib və sanksiyalarla bəziləri bildirir ki, sanksiyaların təsiri yoxdur, amma ki bu sərtdir. Rusiya sanksiyalara məruz qalıb. Demək olar ki, bütün dünya bəzi dövlətləri çıxmaq şərti ilə bütün dünya bu günləri Rusiyaya qarşı mübarizə aparır və Ukraynaya yardımlar edir. Ukraynaya bilirsiniz ki, son zamanlar həm İsveçdən təyyarə almaq niyyətindədir, həm də Fransadan 100 dənə Rafaella tipli qırıcı və bombardmançı təyyarələr əldə etmək istəyir. Ukrayna yəni ki sona qədər mübarizə aparmaq niyyətindədir. Ukrayna yəni özü Alman generalı dünən bəyan etdi ki, əgər digər müttəfiqlər, yəni belə bir Almanya bilirsiniz NATO'nun üzvü olan dövlətdir. Yəni general bildirdi ki, biz artıq silahlarımızın istehsalını daha da gücləndirmişik. Orduda artıq təlimlər keçiririk və digər müttəfiqlər razılıq versə, biz artıq müharibəyə girişməyə belə bir bəyanatla çıxış elədi. Yəni vəzifəli, yəni generaldır. Yəni ki, Ukraynanı itirmək, Avropanı itirmək deməkdir, belə bir açıqlama ilə çıxış elədi. Artıq bu sərt çıxışlar idi, sərt açıqlama idi. Yəni Ukrayna özü də artıq raketlər istehsal edir, amma massa istifadə eləmir. Aya bildirdiklərinə görə, yəni bunu mən dəqiq deyə bilmərəm, Aya 20-yə yaxın raket istehsal edirlər və onları tam şəkildə yəni döyüşdə istifadə etmirlər. Yəqin ki, onları belə deyək də, o bizim yox, Ukrayna eksperti Salomon nəysə familiyası yadımdan çıxdı, o bildirdi ki, bu raketləri biz saxlamışıq və istehsalı artırırıq və lazım gəldikdə artıq Rusiyanın mərkəzi şəhərlərinə, yəni Moskvaya, Leningrada biz artıq raket zərbələri indirəcəyik. Yəni kütləvi raket zərbələri indirməyə hazırlaşırıq. Yəni bu artıq təhlükəli bir addımdır. Yəni bilirsiniz ki, Rusiyanın Moskva şəhərinə, Leningrad, iri şəhərlərə belə raketlərdən istifadə etmək artıq bu Rusiya ilə belə bir müharibənin daha da gərginləşməsinə gətirib çıxardacaq. Bu günləri Ukraynanın başqa çıxış yolu yoxdur. Başqa çıxış yolu yoxdur. Bilirsiniz ki, Amerika Birləşmiş Ştatları yəni balistik raketlər söz verib, amma qurğular gətirilib, var poligonlarında, Lvov poligonunda, amma raketlər verilmir. Yəni bu da bilirsiniz Amerika Birləşmiş Ştatlarının özünün marağı var. Yəni Ruslarla da danışıqlar aparır, Ukrayna ilə də danışıqlar aparır. Trump'ın çıxışında siz yəqin ki, hiss eləmişsiniz. Moskva ilə danışanda bir fikir söylüyor. Ukrayna'dan yəni Zelenski ilə danışanda digər fikir söylüyor. Yəni o qədər də onun fikrini dəqiqliyi tutmaq olmur və ona görə Ukrayna əsasən bunu xalq da başa düşür, Zelenski də başa düşür və əsas gücü salıblar özlərində, yəni özlərinin istehsalını gücləndirmək. Təsadüfi deyil ki, Yunanistan da səfərdədir. Bu günlərdə dünən səfərdə idi Zelenski və Yunanistanla pilotsuz uçuş aparatlarının istehsalının yeni istehsal razılığa gəlib və gələcəkdə bu istehsalı da etmir. Amma istehsal nə zaman edəcək? Vaxt gedir, zaman gedir, ərazilər gedir, itkilər çoxalır. Yəni bu günləri olmayan qədər Ukraynaya yardım lazımdır. Hava hücumundan müdafiə sistemləri, onlarda bilirsiniz ki, nöqtə hava hücumundan müdafiə sistemidir. NATO dövlətlərinin sistemidir.
tam sərhəddən sərhədə qorunmur, bütün sərhədi hava hücumundan müdafiə sistemi əhatə edə bilmir və tam şəkildə yəni Avropadan 12 Patriot almalı olduqları halda bu günə qədər cəmisi 4 dənə qurğu Patriot alıblar. Yəni artıq vaxt 3 ay keçib, bu günə qədər hələ də həmən Patriotlarla təmin olunmayıb və onun hava hücumunun müdafiə sistemindən qorunmaması səbəbindən Kiyevlərə ağır zərbələr indirilir, həmçinin bayaq qeyd edilir. Həmin zərbələrdən biri də bizim səfirliyə düşüb. Yəni bu hava hücumundan müdafiə sistemi olmayan bir ölkənin yəni çətinliklə üzləşirlər. Yəni bu bütün logistikaya zərbələr indirmə deməkdir. Bu tək o deyil, arxada olan belə deyək zavodlara, hərbi zavodlara və s. Bu isə çətinlik yaradır. Yəni mən güman edirəm ki, Zaporoj istiqamətində bilirsiniz ki, Dnepr çayının sağ və sol cinahından söhbət gedir. Bir hissəsi Rusiyanın nəzarətində, çox bir hissəsi də Ukraynanın nəzarətindədir. Artıq orada Ruslar zərbələ, o istiqamətdə də qoşun toplayırlar. Bu günləri məlumatda deyilirdi ki, artıq 20 minə yaxın qoşun o istiqamətdə toplayıblar. Bu say çoxdur, böyükdür. Yəni vəziyyət bu günləri Ukrayna-Rusiya müharibəsində çox gərgin olaraq qalır və davam edir. Mən hesab edirəm, amma Ukrayna xalqı igid xalqdır, mübarizə aparırlar. Ruslar böyük sayda itkilər verirlər. Çox böyük sayda, bilirsiniz ki, Pokrovskada çoxlu sayda əsirdə götürdülər. Baxmayaraq ki, Pokrovskanın bir çox hissəsi artıq Rusların nəzarətindədir. Buna baxmayaraq artıq əsirlər də götürürlər, hər iki tərəfdən əsirlər var. Bu yaxınlarda razılığa gəldilər ki, əsirlərin dəyişdirilməsi haqqında bu müsbət haldır. Rusiya ilə Ukrayna haqqında razılıq var ki, əsirləri yenidən belə bir missiya həyata keçirək və əsirləri dəyişdirək. Yəni, müharibə dayanmaq bilmir və güman edirəm ki, bu ildə hər hansı bir sülhdən söz gedə bilməz. Ukraynanın öz tələbi var, Rusiyanın öz tələbi var. Ukrayna tam şəkildə ərazilərinin azad edilməsi uğrunda mübarizəni davam etdirmələri barədə açıq həm Zelenski, həm xalqı bunun tərəfindədir və baxmayaraq ki, ailədən elə ailə var ki, 2-3 nəfər itkisi var, amma yenə də həmən müharibədə geri qalmır. Əgər digər evladı varsa da onları da həmən mübarizəyə yönəldirlər, göndərirlər. Yəni, Amerika Birləşmiş Ştatlarının cəhdləri bilirsiniz ki, hamısı puça çıxdı. Heç biri yəni ki, həyata keçmədi. Həmçinin də söz verdiyi balistik raketlərin mərmiləri, balistik raketlərin özləri də hələ də Ukraynaya verilməyib ki, müharibənin səhnəsini dəyişsin. Yəni, ona görə bir yolu var ki, öz istehsal etdikləri raketlərlə hər hansı bir dəyişiklik ola bilər. Yəni, həmən raketlərlə Rusiyanın logistikasına, mərkəzi şəhərlərdə yerləşən zavodlara, biri var pilotsuz aparatları ilə zərbələr indirəsən, biri də var ki, balistik raketlə zərbələr indirəsən. Balistik raketlərin təsiri əlbəttə ki, çox böyükdür və hər hansı bir Ukrayna uğur qazana bilər o raketlərin səbəbinə. Bir də ki, bu son razılaşmalarda İsveç təyyarəsi, bilirsiniz ki, yüngül təyyarədir, amma ki, radardan yayınma qabiliyyətinə malikdir. Bir neçə dövlətlərdə bu təyyarə sınaqdan keçib, yəni Ərəb dövlətlərində var, Səudi Ərəbistanda və digər dövlətlərə satışı var.
yəni var bu həmçinin Ukrayna e, Fransadan yəni Rafaellə təyyarəsində bu da əlbəttə ki döyüş səhnəsində hansısa da uğur qazana bilər. Həmən raketlər o həmən təyyarələrin raketləri 200 kilometrdən, 300 kilometrdən hədəfləri vurma qabiliyyətinə malikdir. Yəni bu da o deməkdir ki, yəni təyyarə havaya qalxdıqda artıq hədəfləri görür və həmən raketlərlə zərbələr endirə bilər. Amma bugün reallıqda o yoxdur. Bugün reallıqda o yoxdur. Amma ki, gələcəkdə olarsa da, gələcəkdə hər hansı bir dəyişiklik olar. Amma bu günlər mən dəyişikliyi görmürəm. Ukraynada çətinliyi görürəm, itkiləri görürəm, ərazi itkisini görürəm. Amma buna baxmayaraq mübarizəsini görürəm. Sonu qəhrəmancasına döyüşməyini görürəm. Rusların böyük sayda itkilərini görürəm. Həm texnika cəhətdən, həm insan resurs tərəfdən. Amma ki, bilirsiniz ki, əsas resurslarını qabaqdadır və Kursk və digər sərhədlərdə bu günləri Şimali Koreyanın qoşunları, Şimali Koreyadan gətirilmiş muzlular, belə deyək, bunu muzlu kimi, yəni digər dövlətin ordusu olmağına baxmayaraq muzlu kimi qəbul eləməliyik. Onları qoruyur. Sumsk istiqamətində də həmçinin Şimali Koreyadan gələnlər qoruyur. Əsas gücünü Ruslar Zaporojye və Donetskinin bütün ərazisinin tam şəkildə azad edilməsi istiqamətinə yönəldi. Və bu qədər. Röşən bəy, fikirlərinizlə razıyam, amma o muzlu deməyək onlara. Çünki Şimali Koreya ilə Rusiyanın arasında müqavilə olduğuna görə onlar müqavilə əsasında və Rusiyanın arasında ola bilirlər. Lap müqavilə əsasında. Yəni ordunu açıq bilirəm. Yəni açıq şəkildə orada olan Şimali Koreyanın generalları var. Əvvəl bildirildi ki, diviziyadır. İndi bildirirlər ki, 3 diviziya yerləşir, Şimali Koreyadan göndərilib, əvəzində yeməklə və digər maliyyə bəzi liqotlar veriblər həmən orada xidmət edənlərə, təxris olunduqdan sonra Moskvada sərbəst Moskva vətəndaşı kimi səlahiyyətlər veriblər. Yəni, bunları hamısını bilirəm. Tək, yəni ki, digər dövlətlərdən də Çindən də biz bilirik ki, muzlular gəlib, onlar rəsmi müqavilə... Yox, o mənada demirəm. Röşən müəllim, bilirsiniz necədir? Misal üçün, belə deyək də, Braziliyadan gəlib, Ukraynada gəlib Braziliyadan döyüşən var, bu muzlu sayılır. Və yaxud da ki, Azərbaycandan gedib. Mən bilirəm, 3 diviziya hal-hazırda deyilənə görə Şimali Koreyanın Rusiya ərazisindədir. Onların diviziyalarının sayı bilirsiniz ki, 16-17 mindən ibarət. Bəli. Böyüdü diviziya sayı, diviziyanın şəxsi. Yəni ki, hər halda nə olur olsun Səxavət bəy, yəni ki, muzlumu deyək, nizamini deyək, amma ki, onları artıq bilirsiniz ki, başqa istiqamətdə istifadə edirlər. Lazım gəlsə əlbə, ikinci eşalonda, üçüncü eşalonda artıq istifadə edirlər. Görünən odur ki, itkiləri də çox oldu, biz bilirik ki, baxırıq Şimali Koreyada rəsmi onları bastırma prosesində Kimçinin də özü iştirak elədi. Yəni bunların hamısını biz izləyirik və baxırıq. Bu yaxınlarda bilirsiniz ki, hərbi strategiya, İngiltərənin hərbi strategiya institutu var, orada köhnə hərbiçilərdən ibarət. Onlar da qeyd elədi ki, biz daha onları güclü hesab eləyirdik. Yəni döyüşlərdə ki, yəni gördüyümüz Şimali Koreyanın yəni reklam elədiyi ordu səviyyəsində deyil. Yəni onların döyüş qabiliyyəti. Yəni ola bilər orada dil məhdudiyyəti var və başqa məhdudiyyətlər var. Yəni analizlər eləyirlər. Müxtəlif fikirlər söylənilir. Müxtəlif hər halda gücdür.
hər halda şəxsiyyətdir. 40 minə yaxın az deyil, 40 min. 40 mindən artıq, belə deyək, artıq böyük bir saydır. Yəni bu, yəni Ukraynanın ərazisində belə deyək, Ukrayna döyüşürsə də bəzi muzlular da var, gəlir döyüşür. Amma ki, əsasən Ukrayna xalqı özü öz torpağında döyüş aparır və mübarizə aparır. Rövşən müəllim, burası ilə razıyam. Yəni muzlu məsələsinə qalanda, yəni hər iki tərəfdən muzlular var. Amma mən demək istədiyim o idi ki, Şimali Koreyanın ki, Ukrayna, Rusiya ilə Şimali Koreya arasında məlum müqaviləyə görə gətirib orada yerləşdiriblər. Bəli, mən səhvimi düzəltdim. Mən yəni səhv deyil. Yəni ümumi belə demək istəyirəm ki, bəzən o terminlərdən ola bilir də, bəzən insanlar dərhal səhv başa düşürlər ki, görün nəyi də muzlu hesab edirlər, nə muzlu tamamilə biz bilirik nə olan şeydir. Bəli, mən razıyam. Mən əsas suallarımdan biri də bu olacaq ki, mən NATO'nun hesabatını oxudum və NATO'nun hesabatında açıq şəkildə qeyd olunub ki, Rusiyanın arsenalında olan Poseidon, Araşnik və Bravesnik raketləri NATO'nun təhlükəsizliyinə, xüsusən hava hücumundan müdafiə ilə bağlı təhlükəsizliyinə ciddi problem yaradır. Və ümumiyyətlə biz silahlanmaya baxanda, qərb ölkələrinin biz silahlanmasına baxanda, misal üçün, hətta Amerikanın, yəni artıq Amerikanın Venezuela ilə müharibə etməsi sanki bir an məsələsi kimidir. Yəni o həddə gəlib çatıb məsələ. Bu tip silahlanmanın sonu hara gedir? Bilirsiniz, bax, son zamanlar Trump'ın bildirməyi ki, Çinlə bağlı bəyanat verəndə bildirdi ki, bizdə ən çox nüvə silahına malikik. Çin də bizə çatmaq üçün ən azından bir 5 il müddət lazımdır, 5 il vaxt lazımdır ki, amma deyir, biz tərəfdarı deyilik bu silahların çoxalması. Biz, yəni ki, Çin, ondan sonra Rusiya və Amerika Birləşmiş Ştatları bu sayların azalması istiqamətində addımlar atmalıdır. Bu Trump'ın çıxışıdır. Bu Rusiyanın bilirsiniz ki, həm taktiki, həm strateji silahlar var, hansı ki istifadə olunur. Həm nüvə, həm də ki arsenalda olan silahlar. Yəni raketlər. Bruvesnikdir, ondan sonra digər silahlardır. Areşnikdir, bilirsiniz ki, Kapyar poligonunda bunu Ruslar bildirmədi, yəni digər mətbuat sınaqdan keçirən zaman bilirsiniz ki, yerində partlamışdı və yerində partlayan zaman Rusiya həmən poligonda çoxlu sayda itkilər də olmuşdu. Bunu Ruslar gizlətdilər, amma ki, həmən silah təhlükəli silahdır. Kim ki deyir ki, elə bir silah yoxdur, yalan söhbətdir. Bu silaha Sovet vaxtı başlamışlar istehsalına. Bir neçə dəfə sınaqdan keçirilmişlər, yarımçıq qalmışdı. Sovetlər dağıldıqdan sonra Rusiya uzun müddət bunun istehsalı ilə məşğul olmamışdı və müharibədən 2 il qabaq artıq bu silahı tam şəkildə çalışmışlar ki, istehsal etsinlər və bir neçə sınaqlar keçiriblər. Hətta Ukrayna ərazisinə bilirsiniz atmışdılar, patlamamışdı. Yəni, bu da bir növ sınaq idi. Yəni, bu bilirsiniz ki, NATO'nun açıqlaması, NATO'da elə belə deyil, NATO'da institutlar var, müxtəlif dövlətlərin institutları var, bunu analiz edir, təhlilini aparır və təhlillər göstərir ki, doğrudan da əgər bu silahlar massa istehsal olunsa, ümumiyyətlə, Səxavət bəy, hava hücumundan müdafiə sistemi, mən bir dəfə çıxışımda demişəm, NATO dövlətlərində tam başqa cürdür. Yəni, o silahları Rusiya tətbiq edəndə, etdiyi halda Rusiya üçün problem deyil, hansısa da hədəfi vurmaq. Yəni,
Əgər Patriot tutsa da bu aviabazada yerləşir. Aviabazanı qoruyur və strateji əhəmiyyət kəsb edən bir ərazini qoruyur. O istiqamətdə gələn hədəfi 200-300 kilometrdən vura bilir. Lakin tam şəkildə sərhəddən sərhədə heç bir NATO dövləti qorunmur. Onlarda nöqtə hava hücumundan müdafiə sistemi adlanır. Yəni aviabazalarda əsasən də həmən aviasiya havaya qalxır və həmən aviasiya həmən hədəfləri vurmalıdır. Yəni bu Rusiya üçün heç bir problem deyil. Yəni Rusiya ömrü boyu, mən yenə də təkrarlayıram, SSR-i müdafiəyə hazırlaşır. Ona görə mükəmməl hava hücumundan müdafiə sistemi qurur. Amma NATO daim hücum üzərində çalışır. Yəni SSR-ni dağıtmaq, Çini dağıtmaq və s. Yəni bu hədəf olub qarşısında olan tapıcı. Amma bugün biz görürük ki, Rusiyanın, belə deyək, mən pilotsuz uçuş aparatlarını nəzərdə tutmuram. Amma hava hücumundan müdafiə sistemləri əlbəttə ki, çoxdur. NATO'da da var. Mən yenə də deyirəm, NATO'da tam başqa. Yəni, hədəf konkret obyektlərdən gedir. Qorunma konkret obyektlərdən. Onu maraqlandırmır şəhərin mərkəzliyi və yaxud da ki, hər hansı bir məktəb, hər hansı bir, belə deyək, stadion və s. Sərhəddən sərhədə qorunmur. Sırf obyektlər qorunur. Ona görə NATO'nun institutları bunu təhlil edib bildirir. Bu mənim dediyim deyil. Yəni bu mütəxəssislər, müxtəlif hərbi yönlü institutların mütəxəssislərinin çıxışından irəli gəlir. Mən onu təkrarlayıram. Özləri də etiraf edir. Yəni bizdə bu günləri Azərbaycanda hava hücumundan müdafiə sistemi sərhəddən sərhədə ötürücü stansiyaları vasitəsilə tam şəkildə qorunur. O qoruna bilər 1 palasa, 2 palasa, 3 palasa. Elə deyilmi? Amma heç bir NATO dövlətində, hətta bizim qardaş Türkiyə dövlətində elə qorunma yoxdur. Doğru. Ona görə bunlar həyəcan siqnalı veriblər ki, əgər o istehsal olunsa, tətbiq olunsa, biz NATO dövləti olaraq bunu necə mübarizə aparmalıyıq və necə qorumalıyıq və alternativ biz hansı addımlar atmalıyıq. Əgər sabah Rusiya ilə müharibə olacaqsa, düzdür, Rusiya daha böyük zərbələrə məruz qalacaq. Rusiya daha böyük itkiyə məruz qalacaq. Amma ki, NATO'nun neçə illərdə Avropa müharibə görməyən Avropa birdən-birə müharibəyə cəlb etmək, birdən-birə bu günləri bilirsiniz ki, Almaniyada əsasən şəxsi heyətin hazırlanması, gənclərin artıq məcburi zborlara cəlb olunması, bu ondan xəbər verir ki, artıq NATO dövlətləri də müharibəyə hazırlaşmağa müharibəyə hazırlaşmaq istiqamətində addımlar atır. Tək Almaniya deyil, digər dövlətlərdə həmçinin. Röşən bəy, bu qədər silahlanma biz görürük. Rusiyada təbii ki silahlanır. Məsəl üçün Sarmatın seriya istehsalına başladılar. Araşnikin seriya istehsalı başlanıldı və digərləri silahlar var ki, bunların seriya istehsalı. Araşnikdən söhbət edirəm ki, poligonda poligonda partlayan 2019-cu ildə Braveshnik idi. Braveshnik poligonda partlamışdı. Ruslar onu gizlətdilər də. Raket qalxmışdı və öz yerinə düşmüşdü. Bəli. Çoxlu sayda orada itki də vermişdilər. Amma bu dəfə sınağı keçirə bildilər. Amma biz NATO ölkələrin, Avropanın, Amerikanın da ciddi bir silahlanmaya getdiyini görə bilirik. Və çox maraqlıdır ki, mən diqqətlə izləyirəm. Misal üçün, Çin artıq 6-cı nəsil təyyarələrin artıq
təlimlərinə, hətta artıq onların sınaqlarına başlayıb. Bundan əlavə 6-cı nəsil qeyd elədilər, dronların ümumiyyətlə Dronlardan sınaqlarına başqa başlayıb. Çin artıq təyyarə daşıyıcı gəmisini okeana buraxdı. Bəli, 2 ədəd. Təzəliklə bu bir həftənin günüsü. Yəni ki, artıq yenisini istehsal edir. Bəli. Və çox maraqlıdır ki, tək Amerikada, NATO'da deyil, yəni Asiyada da bu silahlanma gedir. Bütün dünyada gedir silahlanma. Artıq silah alma qıtlığı var dünyada. Bəli. Və maraqlı məsələlərdən biri əslində Çinin daimi, əbədi, hətta deyərdim ki, ən problemli düşməni olan Yaponiya ciddi şəkildə bu yaxın günlərdə mən gördüm, onların rəsmi açıqlamalarını və təlimlərinin videolarını gördüm. Yaponiya hətta özü Çinə qarşı olduğunu da biraz da vurğulamağa başlayıblar. Hərbi təlimlər həyata keçirirlər və yeni silahların sınaqlarını həyata keçirirlər. Məsələ bundadır ki, bütün bunların biz hamısına baxdıqda bu qədər silahlanma, bu qədər yeni təyyarələrin istehsalı, yeni raketlərin istehsalı, nüvə silahından artıq təkcə Rusiyanın yox, Amerikanın da, Çinin də, əlində kimin varsa, kimin əlində nüvə silahı varsa, hamısı bunlardan danışırlar. Ümumiyyətlə, belə götürəndə bir hərbçi kimi, bir polkovnik kimi siz bütün bu silahlanmaya baxanda nə görürsünüz? Dünya müharibəyə mi gedir, yoxsa bunun qarşısını almaq olar mı? Bilirsiniz, əlbəttə ki, bunun qarşısı ancaq razılaşma ilə alına bilər. Bu günləri bayaq qeyd elədiyim kimi silahlanma artıq silah alma qıtlığı yaranıb dünyada. Silah alma. Hər bir balaca bir dövlət də silah almaq istəyir. Artıq Ermənistan uduzub, Pakistandan biz təyyarə alırıq. Hindistan artıq 12 dənə modelləşmiş təyyarəni Ermənistana satır. Ermənistan belə deyək, acından ölən bir dövlətdir, kasıb bir dövlətdir. Artıq 12 ədəd Su-30 MK. Yəni o təyyarəni almaq. Yəni tək bu deyil. Birləşmiş Ərəb Əmirlikləri balaca bir dövlətdir, 2 milyon əhalisi var. Amma müasir silahlar əldə edir. Bilirsiniz, dünyada təhlükə yaranır. Bu təhlükəni qabağını almaq üçün ancaq və ancaq danışıqlar olmalıdır, razılaşmalar olmalıdır. Dünyada güc dövlətləri dünyanı bölmə istiqamətində addımlar atmalıdır. Təzədən dünya bölünməlidir. Yəni ki, Azərbaycan, Cənubi Qafqaz Rusiyanın yəni nəzarətindən çıxır, itirir. Amma Rusiya bununla barışmır. Amerikanın nəzarətindən bəzi Afrika dövlətləri, Fransanın nəzarətindən bəzi Afrika dövlətləri çıxır. Amma Fransa barışmır. Bu nəyə gətirir? Silahlanmaya, kim onun da arxasında durub və ona qarşı aqressiv mövqedə və bu böyük müharibəyə də gətirib çıxarda bilər. Amma bu günləri o müharibəni, böyük müharibəni mən görmürəm. Yəni, bugün o böyük müharibəni görmürəm. Yəni, ola bilər hansısa da regionlarda, hansısa da ərazilərdə müharibə cəryan edə bilər. Asiyada məsələn, bilirsiniz ki, Amerikanın özündə, Amerika qitəsində hər hansı bir müharibə cəryanı ola bilər. Kubaya qarşı, Kubanın başqa dövlətə qarşı, digər dövlət. Amma massa belə bir böyük müharibəni mən görmürəm. Yəni, NATO dövlətləri əlbəttə ki, Ukraynada müharibəyə girsələr, Rusiyaya qarşı bu böyük müharibəyə səbəb ola bilər. Yəni, baxmayın, nə olur olsun, Rusiya ilə Çin arasında Çin yaxşı başa düşür ki, əgər Rusiyanın dağılması daha sonra Çinə təsiri böyük ola bilər. Yəni, bunu gözəl başa düşür. Yəni, güman etmirəm ki,
o səviyyəyə gəlsin, çatsın ki, dünya qarışsın bir-birinə. Dünya qarışsın bir-birinə. Amma ki, bu günləri qarib krizisi olub zamanında bizdən əvvəl və onu da dayandırıblar. Ən təhlükəsi o olub. Artıq 2 saat ərzində, 1 saat ərzində müharibə başlamalıymış və nüvə silahından istifadə olunmalıydı və onun qarşısı alındı. Güman edirəm ki, gərginliyə baxmayaraq bunun da qarşısı alınacaq və həllini tapmalıdır. Yenə də deyirəm, dünyada bəzi regionlar artıq Amerikanın nəzarətindən çıxır, bəzi regionlar Çinin nəzarətindən çıxır, bəzi regionlar Rusiyanın nəzarətindən çıxır və tam şəkildə sərbəstlik. Və müharibə bu nəzarət müharibəsidir. Nəzarət müharibəsi. Rövşən müəllim, mən sizin qədər pozitiv deyiləm, nə mənada? Siz çox pozitivsiniz. Amma nə mənada, niyə pozitiv deyiləm? Çünki hazırki bu liderlərə baxanda bunların hansısa birinin müharibəni dayandırmaq kimi hansısa bir addım atacağını şəxsən gözləmirəm. Nədənsə bilmirəm niyə. Bilirsiniz, tək o liderlər deyil də. Bilirsiniz, dünya həmən 3 liderdən asılı deyil axı. Ağıllı liderlər də var, o liderlərə təsir edən qüvvələr də var, güclər də var. Bilirlər ki, bunun ağıllı güclər var, hansı ki bilirlər ki, bunun axırı yoxdur. Dünyanın dağılması, planetin dağılmasıdır. Yəni bu bir çətin bir insanların məhv edilməsi deməkdir. Yəni ona görə güman edirəm ki, ona heç kəs getməyəcək. Yəni bəli, silahlanma gedir, silahlanma başlayıb. Amma ki, silahlanma başlayıb, silah al verir, mən yenə də deyirəm. Dünyada bu günləri silah almaq istəyən ölkələrin problemləri var. Yəni artıq Avropa, NATO dövlətləri maksimum gücdə silah istehsalına başlayıblar. Təyyarələr, balistik raketləri və s. Bazarı mən də biraz araşdırmışam, silah bazarını biraz araşdırmışam. Həqiqətən də əlində pulu olub silah axtaran dövlətlər var ki, heç birini ala bilmirlər. Hətta illərlə növbədə duran ölkələr var müəyyən silahlarla bağlı. Rövşən bəy, sonuncu sualım bundan ibarətdir. Bu qədər bu gərginliyin fonunda ümumiyyətlə Cənubi Qafqazla bağlı gələcək üçün nə görə bilərik? Ümumiyyətlə bura üçün hansısa bir təhlükə varmı? Belə deyək də, Cənubi Qafqaz üçün hər zaman təhlükə var. Hər zaman bu təhlükə var. Və Gürcüstan Saakashvilinin vaxtında tam şəkildə Rusiyadan ayrıldı. Amma bugün nə görürük? Tam şəkildə Rusiyadadır. Tam şəkildə Rusiyadadır. Ermənistanla bu günləri Azərbaycanın mövqeyi tam şəkildə sərbəst siyasət aparmaq. Türkiyə ilə digər dövlətlərlə sərbəst öz siyasətini aparmaq və s. Bu Rusları qıcıqlandırmırmı? Qıcıqlandırır. Mən bayaq qeyd elədiyim kimi səfirliyə təsadüfənmi zərbə indirdilər. Ondan əvvəl bir dəfə də endirmişdilər. Nikolay Silayev isə bildirir ki, bu ilk dəfədir. Gör nə qədər hayasızdır bunlar. Hayasızlığın həddinə bax. Və yaxud da ki, hakimiyyət əgər Ermənistanda dəyişdiyi halda, həmən separatçılar hakimiyyətə gəlsələr, Cənubi Qafqazda gərginlik olmayacaq mı? Əlbəttə ki, olacaq. Doğru. Ona görə Azərbaycan ordusu daim döyüş hazırlığını yüksək səviyyədə saxlamalıdır və müasir silahlar gündən-günə daha da çoxalmalıdır. Təkmilləşmiş bütün silahlarını əgər zaman dəyişirsə də təkmilləşdirməlidir. Bu Cənubi Qafqazda nə qədər ki bu regionda həm erməni var, sərhədimizdə həm Rusiya var, həm İran var, belə deyək. Bu gərginlik daim olacaq. Daim olacaq. Ona görə
Bu gərginliyə biz öyrəşməliyik. Bu gərginliyə biz öyrəşməliyik. Hətta sülh müqaviləsi bağlansa belə, yenə də bizim daim ordumuz güclü olaraq qalmalıdır və insanlarımız hər zaman hiss eləməlidirlər ki, bizim regionda təhlükə hər zaman var. Düzdür, biz bir dövlət olaraq əmin-amanlığın tərəfindəyik. Biz istəmirik ki, gərginlik olsun, amma bizim qonşular bunu bizə imkan vermirlər. İmkan vermirlər. Müdaxilələr çoxdur. Çalışırlar müdaxilə eləsinlər. Amma ki, bu günləri bilirsiniz ki, Cənab Prezident mövzudan daha uzaqlaşır. Cənab Prezident artıq Orta Asiyadadır. Orta Asiyadadır. Təşkilata daxil olur. Yəni ki, hər sahədə addımlar atılır. Azərbaycanın inkişafı üçün. Amma ki, elə bir Allah Taala bizi regionda yerləşdirib ki, daim bu regionda gərginliyi var və olacaq, bundan sonra da olacaq. Bu qədər. Doğru. Təşəkkür edirəm Rövşən bəy, minnətdaram, vaxt ayırdınız və suallarımıza əhatəli, geniş və dəqiq şəkildə hesab edirəm ki, dəqiq şəkildə cavab verdiniz. İzləyicilərə də təşəkkür edirəm ki, vaxt ayırdılar, bizə baxdılar. Sağ olun, var olun. Təşəkkür edirəm izləyiciləri, təşəkkür edirəm sizə, sizin kollektivə və s. Sağ olun. Var olun, minnətdaram.